Salam, hörmətli prezidentim, hörmətli xalqım, hörmətli ictimaiyyət nümayəndələri. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim bu çıxışımı diqqətlə dinləyəsiniz. Mən bir vacib həll olunması, prioritet bir məsələdən danışmaq istəyirəm. Deməli, mən Suraxanı rayonunda yaşayıram. Bizim yeni millət vəkilimiz seçilib, Qaya Məmmədov və köhnə bələdiyyənin sədri yenidən səs vermənlə yenidən təyin olunub. Mən hər iki məmurun qəbulunda oldum. Məsələ o məsələdir ki, mənim şəxsi məsələm deyil. İndi bu məsələ çox vacib, prioritet bir məsələdir. Çünki ölkəmizdə autizm sindromlu uşaqların sayı dayanmadan artmağa doğru gedir. İmkansız ailələrin uşaqları çıxılmaz vəziyyətdə qalıb. Artıq xarici ölkələrdən yaxud da ki, hardansa bir qəfəs düzəltmə bir aksiyası bunların əllərinə keçib. Çünki bunlarda sosial ilişkilərdə problem olduğuna görə, davranış pozuntusu yüksək olduğuna görə özlərini idarə eləyə bilmirlər. Yaşları artsa da, böyüsələr də kiçik vaxtı kiçik ziyan vururlar, böyüyəndə böyük ziyan vururlar deyə bunlar evlərdə qəfəs tikməklə məşğul olurlar. Artıq bir 15-20 uşağımız qəfəsdə yaşayır. Evlərdə qəfəs tikirlər. Bu da yayılmağa doğru gedir. Mənim də məqsədim o idi ki, birinci mən Qaya Məmmədovun qəbulunda oldum ki, mənim evim sürüşməyə məruz qalıb, tektonik zonada yerləşir və mərkəzim də oradaydı. İndi mənim nə evim var, nə mərkəzim. Mərkəz istəyirdim ki, həmin o qəfəs tikilib evlərdə yaşamağa məruz qalan uşaqları, eyni zamanda da özümün 2 evladım autizmdir. Onları həmin orada birləşdirim, bir məşğuliyyət olsun onlarda, bir məşğuliyyətlə məşğul olsunlar, bir iş mərkəzi eləyək, onlar qəfəslərə məhkum olmasınlar. Bu barədə ona məktub vermişdim. Qaya Məmmədov məktubu Bakı Şəhər İcra Hakimiyyətinə göndərdi. Ay yarımdan sonra cavab gəldi. Mənim orada həmin məktubda bütün rekvizitlərim, bütün məlumatlarım, bütün telefonlarım var idi. Bir araşdırma aparmadan, bir sorğu-sual etmədən şablon cavab verdilər bir ay yarımdan sonra. Onu da Qaya Məmmədov mənə təqdim elədi və o şablon sualda da yazılmışdı ki, onun üçün növbə lazımdır. Və onlar araşdırmadı ki, 1997-ci ildən mən ev növbəsindəyəm. Onlar araşdırmadı mı ki, 2011-ci ildə mənim evim Fövqəladə Hallar Nazirliyinin qərarı ilə tektonik zonada yerləşdiyinə görə qəzaya məruz qalıb sürüşüb. Bəs onlar araşdırmadı mı ki,